So yayındayıq. Mən bir də bura açım belə. Telefonla da chatı kontrol eləyim. Birinci bunu soruşaq ki, səs normal gəlir yoxsa yox. Mən də girim çata. Bir də özümə qulaq asım. So əladır. Prosta səsi al ki, echo verməz. Aha. İndi bunu paylaşaq. Sonra da suallara baxa-baxa gedək. Falan. Tapdın linkin. Tapdım. Atım. At. Yorğunluğum üzümə vurur. Sevə müəllim də qoşuldu. Salam müəllim, canlı yayındayıq. Buyur. Artıq Canlı Ben yayındayıq. ümid paylaşırıq. edirəm görsənir. Ya normaldır. Sən aha görsən sən. Görsən mən Səxavət müəllim qoşulacaq yoxsa dərsə də neçədə bitir? 9-a başlayıb da yəni. Oy. Bu günlər olurdu ki, onun dərsinə Aha. Demək olar onun hər gün dərsi var. işləyən adamdır da. Ha. Deməli canlımızı açaq. Yadca mənim mən görə bilmədim niyə? Ya görənmirsən ki. Bir dəqiqə. Ha, anar mənim pinləmişəm o görə. Səsim İndi gəlmir, sən normal. Gəlir normaldır əla. Bir dənə sən chatı kontrol elə də. Girirəm YouTube-a. Elə. Oradan gir. Bir dənə chatı kontrol elə. Linkləri paylaşdınız. Paylaşdıq. Mən yavaş-yavaş paylaşıram. Nazı buyuram. Da. Ha. Ayın biri axşam maraqlı konsert falan yoxdur müəllim? Hardasa gözünüzə sataşmır. Yalan deyərəm. Yalan deyərəm. Bilmirəm. Başlayaq bir dənə normal orta boy sualdan. Orta boydan baş. Bir dənə tip sualı. Yəni dəqiqdir ki, qəbulda olacaq. Ona görə mən düşünürəm ki, tiplərlə bağlı bir dənə maraqlı sual seçmək lazımdır. Tiplərlə baca belə eləyək də. İndi hələ ki bu Növbə ilə. məndədir deyə. Belə eləyək də bir dənə burdan tip sualı deyəndə əslində sual konkret tipə bağlı olmur da. Prosta bizim ona yanaşmamıza görə əslində dəyişə bilər. Mən düşünürəm ki, birbaşa olaraq heç bir şərt operatoru falan istifadə etmədən tip sualı düşəcək. Elə Çox vaxt uşaqlar funksiyanın daxilinə dəyişən yollayan, don tipinə fikir vermirlər. 100%. Yəni, Maçeri təcrübəmizdən belə görmüşük. Bəli. Kanalda izləyənlər var artıq, yoxsa yox? Nəyi? Aha. Qoşulan var. Cəmsi 2 nəfər nə göstərir ki? 50 kullanıcı, yox 50-dir. Hələ kullanıcı. O kullanıcılara dəqiqliklə deyə bilərəm ki, Elsəvər müəllim markeri təcrübəsi ən çox olan respublikada adamdır. Yəni bu deyə bilərəm. O dəqiq deyə bilərəm. Salam. Ekran bir dənə məndə qaradır. Yəqin ki, Samra Məmmədli. Hə. Bəlkə bu PyCharm-ın temasını deyir. Temasını dəyiş istəyən biraz Dəyişim ağır. ki, Məncə ağ eləyim. Salamlar. Settings, Kart TikTok salam, appearance. Kənan salam. Nə qoyum ki mən Zoban ona? müəllimə salam, Kənan Əmirli. Nə qoyum ki mən? IntelliJ Lite. Axşam Belə. üstü. IntelliJ Lite-da, hə. Amma düz gözümüz ağrıdacaq bizim.
Şey qoy da. Gül kimi düzəltmişdim. Nə qoymuşdun? Dracula Nəysə, heç qoymuşdun. nə. Yox, orada müəyyən parametrlər var idi. Salam Elcan, yaxşıyam, yaxşı olasan. Başlayaq da biz özümüz üçün Başlayaq. buradan. Tamam, Birincisi sən müəllim, başla, bir dənə mən deməli, sizə kömək Səndədir müəllim. sizin üçün burada bir dənə ekstra müzakirə edə biləcəyiniz bir şey var idi. Bunu bir dənə məncə bir dəfəlik yoldaşlara başa salasan. Çünki mən deməkdən yorulmuşam. Burada yoldaşım biri yazıb ki, bax belə e-mailini də belə yazıb. Defdən danışa bilərikmi? Ayda. Def sözü hal şəkilçisi qəbul etmir. Bax, bu deyim. Def sözü ingilis dilindən definite və yaxud definition sözündəndir. Yəni funksiya yaratmaq anlayışıdır. Danışarıq. Qalacaq. Canlının kayıtları qalacaq, qalmağına çalışacaq. Ondan danışarıq müəllim. Qoy biraz qızışaq. Birinci gəl bir dənə rahat, bir dənə standart versiyadan gedək, ədədin Şey rəqəmləri deməli, ilə kamera bağlı. qarşısında kamera qarşısında gilas yeməyimin problemi yoxdur ki. Yox, əksinə. Hə. Bəlkə Bəli. ədədin rəqəmləri ilə gedək. Çünki bu olası olacaq həm qapalı formada, suallarda. Həm də ki, Açığa, ümumi yəni düşmə həlli tələb şansı edən, bəli. yuxarıdır da. İndi o bayaqki tip məsələsi var idi. Tam bunu standart yazılışını yazaq bir dənə. Tutalım da belə bir şey. İndi burada adamın bu məsələyə yanaşması sualları söhbətidir böldürməni də. istəyir yoldaş. Suallara Biraz- hələ baxmış, sualları öz başıdır. bildim. Bu PDF Belə hələlik də qırağa mən- qoyum. Ehtiyacımız yoxdur PDF-ə hələlik. Çünki oradan konkret sual yoxdur. Bax məsələn bayaq dediyiniz tip məsələsi. İndi adamın buna yanaşma fərqi var da. Məsələn elə adam var, bunu nə edir? Sətir kimi götürür. Avtomatik o özü özünə tip məsələsi qoyur. Yəni sualın özü tiplə bağlı olmur da məncə. Adamın yanaşması tipi gərəkdirir də belə deyim. Tam adam yazdı input, nə bilim orada hərə bir cür yanaşır. Nə bilim siyahıya yığıb tutalım da, nə bilim bir dənə siyahı götürür. Siyahıya append eləyir. Məsələn deyək. Siyahıya append eləyir, sonra sum verir və s. Yəni bu onun öz yanaşması ilə dəyişir də bu olaylar. Bu olaylar bəli, görüntü və səs. Mən yazıram burada. Aha. Burada Okey. deməli baxaq bir dənə bircə dəqiqə. Burada deməli Qızıl cümlələr demək lazım olsa deyə bilərəm. yaxşı. Deməli burada yazır ki, Əməli say cümlə. sistemlərinə çevirmək olan sualları yazın. Hansı? Hansı deyəndə gəl burada standart hazır funksiyalardan birinci danışaq. Deməli burada nə var idi bizdə? Bin var idi, düzdürmü müəllim? Aha. Oct var, bir də hex var, düzdürmü? İnti də yazaq da geri İnti qayıtmaq. tərsinə geri qayıtmağı da verərik anar müəllim izah eləyər. Deməli tutalım ki, bizdə burada nə var müəllim? Deməli indi bu məsələ nədir? Bu bin burada əslində bunun özündə də tip olayı varmı anar müəllim? Sətir kimi Bəli. yoxsa tam ədəd Bir kimi? cümlə deyim, icazə var cümlə Necə? deməyimə. Buyurun, Bir buyurun. dənə cümlə deyim. Deməli, cümlənin biri bundan ibarətdir ki, onluq say sistemindəki ədədin dəyəri ədəd tipindədir. Digər say sistemlərində isə sətir tipindədir. Deməli bu binary, oktal və heksadesimal funksiyonları ədəd tipindən qəbul etməlidir. Bu bir. Bəli. Bir dənə bunları Yəni kopyalayaq. verdiyi dəyəri isə value 100%-dır ki, 100% sətir tipindədir. Səbəb nədir? 16-lıq say sistemində olan A, B, F necə ədəd tipində olsun ki? Bəli. Lazım. Onda run eləyək, bir dənə yoxlayaq. Həm də 17 yazaq. Burada bir dənə bu rəngləri gərək dəyişdirməyim mən. Nəysə. Sən nə var mısın? O qaraya uyğun idi da bu. Hə, deməli burada bunun hamısını eyni şey. Hə, hamısını 1000 yazmışam. Yəni mən də deyəm oct hex.
Deməli burada bir dənə də bunu diqqətdə saxlamaq lazımdır. 0B bu binary-yə görədir, 0O bu oktala görədir, 0X də 16-lığa görədir. Bəli. Burada biz bunun ilk ikisindən canımızı qurtarmalıyıq da müəyyən bunun üzərində bir əməliyyat aparacaqsa. Bəli, əgər misal üçün soruşa bilər ki, 0 rəqəminin sayı, 1 rəqəminin sayı. Onda bir dənə dəqiq nümunə kimi göstərsək, məsələn, bunu yazdıq 1000n, tamam, print x2 qoşa nöqtə. Bu şəkildə onun konkret olaraq ikilik yazılışını özümüz üçün əldə eləmiş ola bilərik. İndi neyniyək? İndi tərsinə. 2 qoşa nöqtə ona görədir ki, 2 qoşa nöqtəni yazmayanda ilk hissəsində 0B yazır. Bu 0B, bu binary-dir. 0 deyəsən müsbət ədəd olduğu, ya nəsə bir anlamı var, tam xatırlamıram. Amma bu ilk ikisinin bu ədədə ehtiyacı yoxdur. Burada düz deyirlər, qara fon daha normaldır, müəllim. Bu adam gözünü ağrıdır. 0B o ilk ikisindən canımızı qurtarmalıyıq. Ona görə də Anar müəllimin dediyi kimi sətir olduğuna görə 2 qoşa nöqtə kəsiyi ilə bunu da nəyəsə mənimsədərək daha sonra onun üzərində bir əməliyyat apara bilərik. Amma bir məsələ də var ki, biz bunu hazır formatda əgər ikili yazılışından danışırıqsa bu şəkildə də eləyə bilərdik. Bunu da yazım. Burada bir cümlə deyə bilərəm müəllim. Buyur müəllim. Onluq say sistemindəki ixtiyari qayda ədədin cütdüyü təkliyi xaric. İxtiyari mövqeli say sistemində doğrudur. Ona görə, yəni onluqdakı bir rəqəmlərə baxma prosesi ilə digər say sistemlərində rəqəmlərinə baxma prosesi eynilik təşkil edir. Ona görə də bu kod bütün say sistemləri üçün ödəyir. Sözsüz ki, əgər ki rəqəmlərin sayı say sistemində 10-dan artıqdırsa, əlavə biraz düzəliş etmək lazımdır. Evet. Buyur. Yəni bu da yazdım ki, onunla ekvivalent olaraq birbaşa özümüz də bu dəyəri ala bilərik. Sözsüz ki, sualın şərtində xüsusi qadağa yoxdursa biz yuxarıda qeyd olunanları istifadə edə bilərik deyə düşünürəm. Aha, buyurun müəllim. İndi siz bunun test prosesinə baxa bilərik də. İcazə verim, siz paylaşın. Oradan baxın. Bircə dəqiqə. Hadi icazəviz var da, oradan paylaşa bilərsiniz. Birinci özümüzdədir. Kameram deyəsən biraz. Heç nə olmaz. Normaldır. Ola bilər. Normaldır. Çox ağardı. Nurum ağartdı. Siz o int-lə bağlı tərs prosesləri bir dənə. Deməli, burada çox şey qalıb. Ola bilər. Siz sadəcə PyCharm-a girin. Okay. Aha, girdim. Ağ fondu, edeyim məndə qara fon. Qara elə müəllim. Qara ağ göz ağrıdır. Niyə görə setting saçmadı? Classlar. Darkula qoyaq da. Okay. Deməli belə. Aha, current file-dır. Deməli belə. İxtiyari say sistemi, ondan başqa ixtiyari say sistemindəki ədədlər sətir tipində olduğundan tutaq ki, girişə fərqi yoxdur. Hansı say sistemində verir versin. Tutaq ki, deyək ki, bir dənə S deyək input. Niyə görə input verdim? Sətir tipində saxlayayım. Int eləmək səhvdir. Biraz böyütməyi düşünürəm. Böyüt. İcazə. 40 filan qoy da. 40-35 saat belə qoy. 29 bəsləyər deyə düşünürəm. Yaxşı. Belə. Sadəcə, yəni ixtiyari say sistemindən onluğa keçid üçün bu prosesi icra edə bilərik. Int bir konstruktor olduğundan digər dillərdə bu cümləyə overload deyirlər. Burada deyə bilmirik. Nəyə görmək olmur? Nail Süleymanov. Mən full screen elədim. Narahat olma, işində o. Aha. Deməli, int nə deyəcəm? Deyəcəm, S-i misal üçün deyirəm, 16-lıq say sistemindən çevir. Tutaq ki, deyirəm. 16-lıq say sistemindən çevir və print in və icra edəcəm. 16-lıq say sistemində bir ədəd yazacağam. Misal üçün A ədədi, enter 170, həqiqətində belədir. Və yaxud tutaq ki, 26-lıq say sistemindən anka ifadəsini çevirək. Böyük hissəyə fərqləmir. Gördüyünüz kimi belə bir ifadədir.
Qeyd edeyim ki, burada max dəyər 36 ola bilər. Çünki Python dili üçün 36 əsasdan yuxarı bir dil sistemi yoxdur. Buna səbəb nədir? Buna səbəb odur ki, burada bir daha fikir verək. 360 plus 10 gördüyünüz kimi 370 edir. Buna səbəb odur ki, ilk 10 rəqəm 0-dan 9-a kimi 26 dərəcədə ingilis əlifbasının hərfin rəqəm kimi istifadə etmək 36. Mən istərdim, yəni burada int istifadə edə bilərsiniz. Sizə desə ki, belə bir funksiya yarat. Bir belə deyək də, bir nə deyək buna? Maxina istifadə edək, nə deyək? Deyirəm ki, bir dənə funksiya yarat. Yuxarıda Any2, mən, adım yuxarıda, qoyum da, yuxarıda. Any2 det desimala. Deməli, bu Yuxarıda bir dənə müəllim, yuxarıda, inputdan yuxarıda. Yox, hələ inputla işim Hə. yoxdur. Gətirəcəm onu aşağı. Deyirəm ki, returnlə. Yəni bu x-i any2 dec deyə burada belə deyək də s-i x əsaslı sayı sistemindən s-i x, yəni belə deyək, əslində bir dəyişiklik etmiş olmadıq. Biz nə etdik sadəcə? Sualın şərtində desək ki, Özümüz adlandırdıq da. özümüz adlandırdıq ki, hazır bir funksiyadır da, yəni bunu artıq heç bir halda heç kim heç deyə bilməz. Yəni bu desə ki, sualda belə bir funksiya yarat, bu da olar. Yəni any2 det bunu istifadə edə bilərik. Başqa cür də edə bilərik. Ehtiyac yoxdur ona. Mən istərdim, amma onluqdan ixtiyariyə keçidilən bir dənə funksiya yaradım. Blokundan istifadə edə bilərik. Cavab verərəm. Bircə də cavab verim. Aslan Himbatov. Edə bilərsiniz, məsləhət deyil. Niyə məsləhət deyil? Çünki belə qəbul olunub. Aptnet proqramında olmayan vəsaitlərdən istifadə etmək, yəni vasitələrdən istifadə etmək zamanı kiçik xətalar ciddi ballar aparır. Ona görə məsləhət deyil 6 bucaqlı dövr qurasınız, yəni modifikasiya. Bu any2 dates. Mən bir dənə bunu komment aldım, dursun burada. Bununla işim yoxdur. Bir dənə funksiya yaradacağım. Desimaldan to any'yə, any'li sayı sisteminə. Bu funksiyanı əzbərləsəz, yəni hətta əzbər deyirəm. İlk dəfədə belə bir cümlə deyirəm. Əzbər cümləsi. Nə edəcəm mən? Diqqətliyim denəm. RGMS adlı bir nə deyirlər? Bir şey yaratdım. Sətir, Bunlar nədir? Sətir. Bəli. 0 1 2 3 4 5 6 7 8 9 sətir. sətir. RGMS adlı bir sətir yaratdım. 0 1 2 3 4 5 6 7 8 9 A B C D Y F Bəst. G H I J K L M N O P Q R S T U V W X, X Y, Z. X Y Z X Y Z okey. Deyək, bir ağları bir cümlə dedim. Dedim onun sayəsindəki nə qayda varsa, deməli, bütün qaydalarda digər say sistemlərində ödəyir. Yəni bu S onluq say sistemində olan ədəddir. Ona görə onun rəqəmlərinə baxılma prosesini biz belə deyə bilərik. S sıfırdan böyük olduğu müddətcə cari rəqəm qalığını, yəni rəqəmi demək, rəqəmin qiymət miqdarını, valuesunu, dəyərini necə əldə edə bilərik? S-in x-a bölünməsindən alınan qalıq ilə sonra sözsüz ki s-i davamlı olaraq x-a belə böləcək. Necə ki burada 10 olanda onluq rəqəmlər olur, düzdürmü? Bu qapalı sualda, yəni bu bilik 99% ehtimalla 30 sualın arasındasa ehtiyac olacaq. Ən azı qapalı sualda 8-lik say sistemində nə bilim ən kiçik, ən böyük belə bir anlayışda olar. Nə deyirəm? X-ıq say sistemi oldu. Okey. Məsələ ondan ibarət ki, Q ədəddir. Amma eyni say sistemində, yəni onluqdan kənar bir say sistemində say sisteminin dəyəri necə dəyişən verək? Mənim D verək, sətir tipində olmalıdır. Və mən D-ni əldə eləmək üçün hər dəfə niyə soldan bitişdirəcəm bu D-yə? Diqqətləyək. Çünki biz rəqəmlərə sağdan baxırıq. Sağdan baxırıqsa artıq istiqamət dəyişməsi olub. Sonra da reverse eləməkdə hər bir prosesdə rəqəmi soldan bitişdirəcək. İndi baxın, qalığa uyğun rəqəmi bitişdirmək üçün sadəcə və sadəcə RGMS-dən uyğun dəyərə sahib. Yəni Q deyəndə nə olur? Tutaq ki, Q oldu 15, 0, 9, 10, 11, 12, 13, 14, 15. Yəni
15 dəyərli 15 nömrəli indeksdəki simvoldan uyğunluq təşkil edəcək və geriyə returnləyəcək bunu nəyi? Deyini. D-ni. Gəlin yoxlayaq görək həqiqətən doğrudur yoxsa yox. Tutaq ki, deyirəm çıxışa göndər ya da çıxışa göndərməmişdən qabaq bir dənə A adlı dəyərdə saxlayaq bunu. Deyək ki, desimaldan eni doğrudur. Dek-20. Adım pis Dek koymuşam da. Böyük D ilə başlatmışam ha. Decimal to any tutaq ki deyirəm 250 ədədini 16-lıq say sisteminə çevir. Daha sonra isə print A icra edək. Gördüyünüz kimi F alındı. Yəni bu funksiya nə oldu? Yəni bu funksiyanı mənimsəməklə siz 29 və buna buraxılış verilənlər baxa bilər. Anlamadıq buraxılış verilənlər baxa bilər nə deməkdir? Deməli, bu funksiya sizin mənimsəməyiniz nədir? 29-30-cu sualda onluqdan hər hansısa fərqi yoxdur. 8-i, 12-lik, 16-lıq, 2-lik fərqi yoxdur. Hamısını istifadə edə bilərsiniz. Yəni bu geniş gəlib olaraq. Bu funksiyanın tərsəsini yaratmaq istəsək, nə edəcəyik? Diqqətlə bir dənə. Any to decimal desək, any to decimal funksiyası desək, yenə buna ehtiyacımız olacaq, amma artıq nədir? Bunu siləcəm. Deməli, diqqətləyək. Mən nə edəcəm? Deməli, bu S, bura gələn S bu səfər kiçik hərflərlə də ola bilər. Yəni, fikirləşərsiniz ki, say sistemində rəqəmlər yalnız böyük hərflərdir. Xeyr. Yəni, böyük hərf simvollardır. Xeyr. Yəni, bununla bu eyni şeydir. Bizdən də proqram düz işləsin deyə biz həmən S-i, aldığımız S-i S.upper ilə əvəz edirik ki, sonradan sıxıntı olmasın. Və nə edəcəm? Diqqətli olaq. Deməli, necə ki, onluğa keçirilən zaman mərtəbələrdən istifadə edirdik. İndi də ən böyük mərtəbəni tapacağam. Len S Çıx 1. S çıxılsın 1. Bizə ən böyük mərtəbə nömrəsini verəcək. Razı? Sıxıntı yoxdur deyə düşünürəm. Yoxdur. Aydın Onluq say məsələ ki, sıfırdan sistemindəki sayanda bir əski olmalıdır. bəli. Onluq say sistemindəki ədəd tipində saxlamaq məqsədə uyğundur. Hesablama məhdudluğunu sala verməkdən ötürü. İndi nə deyəcəm? Deyəcəm ki, gedirik 1-1 rəqəmin götürürük S-in. Okay. Mən bunu enə necə əlavə edəcəm? Baxın, artıq bu cəmləmə prosesidir deyə plus işarəsinin harada olmağının fərqi yoxdur. Enin solundan sağından. Deyəcəm ki, zahiri rəqəmi diqqətləyin, baxın, tip anlayışı burada ortaya girir. Nə? S sətir tipində bir şeydir, görürük. S-in içində olan bir şeylərdə 100%'dir ki, deməli, nədir? Sətir tipidir. Buna görə R sətirdir. Hesablama əməliyyatına saldığımdan dolayı bunu int tipinə çevirəm. Zaten burada int istifadə edirik ya, bu funksiya bu boyda uzatmaq əslində elə demək istədə uyğundur. Rəqəm vurulsun, həmin say sisteminin qüvvətində mərtəbə nömrəsi, düzdürmü? Bəli. İndi baxın, məsələ nədən ibarətdir? Bu R, inter yazdım. Amma tutaq ki, oldu F simvolu. F simvolu olanda F-i belə çevirə bilmir də bu. Qalır, bəli. Buna görə artıq F simvoluna uyğun dəyərə götürməliyəm. Bunu da deyəcəm ki, RGMS-dən RGMS adlı sətirdə həmin simvolun ədəd dəyərini götür. Yəni, misal üçün, R5 olacaq, 5-in indeksi elə 5'li 5 olacaq. R A olacaq, A-nın indeksi ədəd tipindədir, götürəcək. Bu şəkildə. Sözsüzdür ki, soldan sağa doğru mərtəbələr azalır. Ona görə belə bir şey deyib, yekunda returnləyəcək eni. Gəlin, indi diqqətləyək. Tutaq ki, deyirəm, bunu istifadə etmişdik. Bunu kommental eslək. Deyirəm ki, bir dənə ədəd deyin. Tutaq ki, deyirəm. FF Baxsın belə, 255. deməli, nə idi bu? Any to dates, düzdürmü? Deməli, bir dənə olsun da T dəyişən olsun. İçində olsun 3, 4, A. Diqqətlə, 3 qoymayaq, 1 qoyaq, tez özümüzdə hesablaya bilər. Deyirəm ki, A-da saxla nəyi?
any to date çağırdıq. T-ni göndərdik. Bu hansı say sistemindən deməli? Tutaq ki 16-lıq. Ona görə belə print A. Çıxışa verməmişdən qabaq hesablayaq. 256. Üstə gəl Üzərinə 64, gəlsin 64. 320. üstə gəl 10. Üzərinə gəlsin 10. 330. Bəli. Gördüyümüz kimi tam doğrudur. Yəni bütün bunu yazmaq əvəzinə bunu niyə verdik? Qapalı testi ola bilər. Bütün hani bu any to date yazmaq əvəzinə bunu komente aldım. Bunun əvəzinə biz sadəcə və sadəcə int funksiyasını istifadə edə bilərik. Yenə də eyni konstruktoru deyə funksiya dedim düzdür. Bu şəkildə aydındır mı? Aydındır. Belə. Okey. Belə buyurun Baxa, müəllim. görək başqa nə Evet, istəklər var. bəli. Buyurun. Mən belə istəklər görmürəm. Görəm burada biraz Yazarlar indi harda olsa. Car TikTok dediyim kimi bunu yazmağın deyəndə bunu bir dəfə yadda saxlayırsan qalır beyində. Bunun əvəzlə etisi bu var. Yəni bunu istifadə edilə bilərsən. Kodlaşdırma deyirsən İskəndərov. Yəqin ki söhbət ikinci, üçüncü mövzudan. Canlının adına baxın, xahiş edirəm. Canlının adına baxın. Ay qardaş, def suallarına baxa bilmərik, yox. Çünki proqram qururuq. Def sualları hansı suallar? Yəni nə ilə bağlı həll yəni bu videonun məqsədi canlının daha doğrusu məqsədi sizin həlli tələb olunanlara köklənməyinizdir. Belə. Gəlin birini də mən. Aha. Mən koda qaydın uşaqlar şəklini çəkmək istəyirlər. Qayda çəksinlər. Bu enidir. Biz bir balacalaşdırın da tez. İkisini də balacalaşdırır. Nə olacaq ki? 19. O rahat çəksinlər. Lazım olsa screen də eləsinlər. Bunu da kommentdən çıxardıram. Okey, yerləşmə də. İndi yerləşdi. Belə Bir də nəfər sadə ədəd funksiyası, sadə olub olmadığını müəyyən etmək funksiyası istəyir. Yazam. yazım. Və Elsevər müəllim yaz. Getə verməm, buyur. Gözdə şeir verim. Sən bağla, Hə. Elsevər müəllim şeir Bu eləsin. çəkdilər yəqin ki, ümidvaram. Bəli. Deck to any to deck. Okey. Bağladınız mı? Ben bağlayayım. Bağladım mən. Ben de qara rəng edeyim. Şəfi Salamov hələ ki burada yox da. Sadə vuruqları yaxşı, onu da mən yazarım. Sən sadəliyini yaz, Elsevər müəllim. Tamam. Qara edeyim yoxsa qalsın? Qara Qara elə mənim. Qara elə. Hardaydı? Yo, o? X elə. Yuxarı qalx, yuxarı qalx. Yuxarı qalx, yuxarı, yuxarı. The appearance var birinci. Əsso, oradan hə. Bırak bu. Yaxşıdır belə. Yaxşıdır, yaxşıdır. Görsən, Yaxşıdır, yaxşıdır. Bir dənə funksiya yazaq. Bax, elə yazmışdı. Bir dənə funksiya hər yerdə istifadə edir. Məsələn, sadə olub olmadığını müəyyən edən bir funksiya yazaq. Tutaq ki, funksiyamızın adı olsun sadə. Məqsədi də bundan ibarət olsun ki, əgər ədəd sadədirsə, bizə geriyə 1 qaytarsın. Sadə deyilsə, 0 qaytarsın. Belə bir şey yazın. Baxın, içinə hər hansı bir ədədin mürəkkəb, bir sadə olub olmadığından danışırıq. Biz funksiyanı burada yaradanda, indi gəlib növbəti sətirlərdə funksiyanı da çağıranda, bunun içinə ədəd yollamalıyıq. Burada diqqətli olaq, çünki mən bir neçə yerdə görmüşəm funksiyada ədəd kimi rəftar edib, növbəti dəfə string kimi yollayırlar sizə. Baxın, indi bir ədədin sadə olması üçün nə olmalıdır? Birdən və özündən başqa böləni olmamalıdır, düzdür. Mən bir halın direkt çoxluqdan çıxardıram. Deyirəm n1-dirsə, direkt geriyə qaytarıram nəyi? 0. Yəni ədədim sadə deyil. Ədədim sadə deyil. İndi 2-dən özünə kimi gedəcəm və yaxud belə də edə bilərik. 2-dən yarısına kimi gedək. Çünki bir ədədin yarısından sonra böləni yoxdur da istənilən halda. Belə bir şey yaza bilərəm. Baxın, kök haftasına kimi də getmək olar. For in range 2-dən yarısına kimi yarısı da daxil olmaqla. Fikir verin, mən burada plus 1-i yazmasam, bu xəta olacaq. Məsələn, 4 ədədi üçün mənə üçün xəta verəcək. 4 ədədini sadə deyəcək. Mütləqdir ki, bu formada yazıramsa plus 1 yazmalıyam. Yarısı da daxil olmalıdır çoxluğu. Hala.
Və yaxud elə direkt belə n də yaza bilərik. Sadəcə bu bizi biraz daha sürətli olur kod baxımından, optimallıq baxımından. Yəni hər ikisi doğru versiya. İndi baxın, bir ədəd sadə olması üçün 2-dən yarısına kimi böləni olmamalıdır. Yəni n faiz i heç vaxt 0 olmamalıdır. Nə vaxtsa 0 oldusa deməli 2-dən yarısına kimi böləni oldu deməkdir bu. Mən geriyə nə qaytarmalıyam? 0. Yəni ədəd sadə deyil. Ədəd sadə deyil. Əla. Övrü bitsə, heç vaxt buradakı return işləməsə, biz bilirik ki, funksiyada return işləyirsə, məsələn, bunu niyə else-də yazmadım? Çünki funksiyada return işləyirsə, funksiya bitir, davam eləmir. Burada da nə vaxtsa n-in böləni olsa, 2-dən yarısına kimi nəsə bölə bilsə n-i, return 0 eləyəcək. Deyəcək ki, mürəkkəbdə 0-dan, mürəkkəbdə yox, yəni sadə deyil. Əgər yox, heç vaxt böləni olmasa, onda return eləyəcəm 1-i. Yəni ədəd sadədir. Bir dənə funksiya yazdıq. Baxın, bunu indi istənilən yerdə istifadə edə bilərik. Məsələn, tutaq ki, burada çağırıram sadə funksiyasını. Nə idi funksiyamızın adı? Sadə, hə. Sadə funksiyasını çağırıram. Nəsə A deyə bir dəyişəni mənimsədək. İçinə 15-i yollayıram. 15 bildik ki, sadə deyil. Sadə olmayanda bizə nə qaytarmalıdır? 0 qaytarmalıdır. Print eləyək. Baxaq görək qaytarırmı? Fikir verin, 0 dəyərini qaytardı. Niyə? Çünki 15-i 3 bölə bildi. Elə direkt gəldi burada 0 qaytardı. İndi bu formada yazanda tutaq ki, bir dənə nə bilim, sualımızın şərtində budur ki, listə ədədlər var. Listə ədədlər var. Bunların sadələrini cəmləmək istəyirəm mən. Listin üzərində sürətli formada gəzərəm. Və hər bir ədədi, hər bir i-ni funksiyamın, sadə funksiyamın içinə yollayaram. Və funksiyamdan qaydan dəyər əgər 1-ə bərabərdirsə, mən onda bildim ki, funksiyadan nə vaxt 1 dəyəri qayıdır? Ədəd sadə olanda. 1 olanda deyirəm ki, cəmi əlavə elə i-ni. Sadə, bu listdəki sadə ədədləri cəmləmiş olur. Print elədim, cəmi, bu da mənim üçün hər yerdə istifadə edə biləcəyim, bir sadə olub olmadığını müəyyən edən bir funksiya. Mənim belə deyək, keçmiş experience-ə görə, təcrübəyə görə bir dənə bir şey deyim, vurğula göstər. Buyur, Funksiya buyur. çağırılan zaman def açar sözü yazılmır. Yaz və deyən ki, o yazılmır, hə. Çünki Burada, hə, düz. olmaz. Mən də demişəm, mən. Bəli. Burada Belə def sözündən istifadə eləmirik. Def sadəcə funksiyanı ilk dəfə yaradanda verdiyimiz bir açar sözdür. Bir dəfə istifadə edirik. Daha funksiya tutaq ki, nə bilim, int funksiyasını çağıranda, məsələn, ədədi int input yazırıq. Intin qabağında def yazmırıq ki, eyni anlayış. Düz int indi konstruktor da var, mənim də yenə vurğulayacaq. Yəni biz burada hər dəfə def funksiyasını çağırmırıq. Yəni def funksiyası deyirəm, def açar sözünü yazmırıq. Sadəcə bir dənə yaradanda qeyd edilir. Hə, bir də. Tutaq ki, belə bir şey olur. Bu da vurğulayım. Aralarında bir boşluqla daxil olunmuş ədədlərdən ibarət bir sətirdir. Bu formada yanaşırlar, input eləyirlər, direkt split eləyirlər. Gəlirlər əla. El yazın bura. Elde gəzirlər. i1 ədədlər olacaq. Amma ədədlər hansı tipdədir? String tipində. Sətir tipində, bəli. Sətir tipindədir. Biz sətir tipin funksiyanın içinə yollasaq, onda gərək mən gəlib burada deyim ki, n-ə mənimsədim int n-i. Bunu əgər burada yazmamışam, aşağıda da sətir tipində yollamışamsa, bu şey error. Hətta cəmdə də error verəcək, müəllim. Hətta cəmdədir, burada da. Yəni mən gəlib i-ni burada da int-in arasına alım, burada da int konstruktorundan istifadə edeyim. Və yaxud burada elə iki yerdə istifadə eləməkdənsə, gəlin burada deyim ki, i-yə mənimsədirəm i-ni. Bu formada da eləyə bilərik ki, burada da ehtiyac qalmasın. Yəni bu tip xətalarına ciddi fikir vermək lazımdır. Yəni qeyd edim ki, abituriyentlər, tip xətası 6 baldan 2 balı aparır. Hardan bilirik? Bilirik. Yaxşımı? Yəni bunu arxan ola bilərsiniz. SS almaq istəyirsiniz, funksiyanı almaq istəyirsiniz, yəqin SS. Alın, buyurun. Bir də mənim vurğula niyyət 9-cu sətirdəki return 1 daha içəri girintidədir. Dövrün bitəcəyindədir. Onu da vurğula bilənim. Fikir verək, gəlin belə bir şey bir dənə qələm götürüm, qələmdən izah edək. Fikir verin, baxın, bayaq dedim, burada niyə else yazmadım? Səbəb ondan ibarətdir ki, n1 olsa return işləyəcək və funksiyanın işi də, yəni returnable funksiyanın geriyə dəyər qaytaran funksiyanın işi bundan ibarətdir ki, geriyə dəyər qaytarsın, bitsin. Yəni əgər n1 olsa, direkt return eləyəcək 0-ı, geriyə 0 qaytaracaq, bitəcək. Növbəti sətrə düşməyəcək. İndi baxın, sonra for yazmışam. Demişəm ki, if n faiz 1 0 olsa, yəni n 1-ə i-yə bölünsə,
return eləmişəm 0. Gəlin belə bir şey eləyək. Bunu bir tab içəri atdım. Bu xəta olacaq. Niyə? Tutaq ki, başladım nə bilim 15 ədədi üçün. 15 üçün bu ifə girməyəcək, for başlayacaq işləməyə. 15 2-yə bölünmədiyinə görə ifin içinə girməyəcək və düşəcək bu sətirdə direkt 1 geriyə qaytaracaq və funksiya bitəcək. Amma 15 mürəkkəb ədədi idi, mən dedim sadədir. Nə vaxt deməliyəm sadədir? Bütün 2-dən n/2-yə kimi bütün ədədləri yoxlayandan sonra, bütün ədədlərə bölünüb bölünmədiyini yoxlayandan sonra, əgər heç birinə bölünmədisə bu parçada, sonda mən deməliyəm return 1. Sonda deyə biləcəyim sadə olub olmadığı mən ən axırda məlum olan bir şeydir. Amma mürəkkəb olub olmadığı isə ilk nəyəsə bölüntüsü ortada deməli mürəkkəbdir. Ona görə buna da ciddi fikir vermək lazımdır. Forla eyni hizada olmağın səbəbi odur ki, for bitəndən sonra işləsin. Oldu müəllim. İndi o birisi suala keçək. Gözəl. Baxlayın bir dəqiqə. Bir dənə kiçik bir şey deyim. Burada chatda bəzi yoldaşlar nəysə yəni kənara çıxmalar olmasın, çünki birbaşa yəqin ki chatdan atacaq qırağa. Nəsə baş verir müəllim? Yox, ümumiyyətlə yəni sadəcə suallar o qədər də, başqa söhbətlərə ehtiyac yoxdur ki. Birinci mən Elsəvər müəllimin vurğuladığı məsələyə Bir dənə ümumi bir dənə cümlə deyim. Məhəmməd Məzanov soruşur ki, filan şey olsa dim götürək. Dim qaydası belədir. Qoy kamerada açsam. Düz işləyən ixtiyari şey düzdür. Vəsə. Düz işləyən şey ixtiyari halda düzdür. Qaldı ki, niyə görə kökə qədər getmədik? Kökə qədər gedəndə sadəlikdə tip xətası eləmək ehtimalını artırırsan, yəni bu səbəbdən dolayı getmədik. Buyurun. Bəxtiyar Nəcafzadəyə vurğulamaq istəyirəm ki, kökə qədər getməkdən daha optimal yanaşmalar mövcuddur. Ümumiyyətlə 6K plus 1, 6K minus 1 yanaşması var. Çox daha sürətlidir yəni. Nəsə, yəni bu prosta imtahana 2-3 gün qalıb, bu o yeri deyil də yəni. İstəsə mənim YouTube kanalımda olimpiada suallarının izahi videolarından birində olmalıdır. Orada mən Elsəvər müəllimin bayaq vurğuladığı məsələyə və ciddi məsələyə toxunmaq istəyirəm Anar müəllim. Deməli Elsəvər müəllim deyir ki, bu A və B burada parametrlər qeyd olunur, lakin oradan ədəd tipində göndərilir, sətir tipində göndərilir və s. Python proqramlaşdırma dilində konkret buna annotasiyalar vermək mümkündür. Yəni parametrdən dərhal sonra ona annotasiya verə bilərik ki, bu hansı tipdən olacaq? Bəli. Hansı tipdən olacaq? Eləcə də geriyə qaytaracağı dəyər nə olacaq? Alt proqramın geriyə qaytarır. Əslində, yəni orijinal olaraq bu şəkildə olmalıdır ki, İndi belə ifadə olunmayıb deyə bu problemlər yaşanır, amma əslində bu annotasiyaların hesabına bütün o problem həll olur yəni. Əslində bu annotasiyalar vacibdir, əslində çox vacibdir. Sadəcə indi bu annotasiyalara getmirlər deyə necə deyim, belə çaşqınlıqlar yaşanmış ola bilir. İndi gələk ədədin sadə vuruqlarına. Deməli sualı yazaq bura. Klaviaturadan daxil edilmiş natural ədədin əvvəlcə sadə vuruqlarını çap eləyək. Sonra müxtəlif sadə vuruqları məsələsinə baxarıq. Deməli ədədimizi daxil edək. Mən alt proqram yazmayacağım, direkt kodunu yazacağım. Deməli yoldaşlar, bir dənə qısa haşiyəyə çıxaq buradan. Elnur Quluzlu'da onlayn dərs üçün yuxarıda kitab sifarişi nömrəsi qeyd olunub. O nömrəyə yaz. Orada məlumat verəcəklər sənə. Deməli, tutaq ki, bizim ədədimiz 20-dir, məsələn. Biz bilirik ki, bizim ən kiçik sadə vuruğumuz 2-dir. Bir dənə dəyişəndə bu dəyəri saxlayacaq və soruşacaq ki, qardaş, bu ədəd bu 2-yə bölünürmü? Əgər bu ədəd bu 2-yə bölünürsə, biz həmin ədədi çap eləyəcəyik. Tam 22-yə bölünürmü? Bəli, və biz bu 2-ni çap eləyəcəyik.
Növbəti addımda eyni sualı verməyək deyə həmin ədədin içindən bu 2-ni çıxartmış oluruq. Yəni 2-yə bölmüş oluruq. 2-yə bölmüş olandan sonra 10 olur. 10 2-yə bölünürmü? Bəli, 2-ni çap elədik. Sonra 5 elədik. İndi 5 2-yə bölünürmü? Xeyr. Bu halda else düşəcək və bu halda da i-ni bir vaid artırmağımız lazımdır ki, növbəti dəfə 5 3-ə bölünürmü? Xeyr. 4-ə bölünürmü? Xeyr. 5-ə bölünürmü? Və s. Bu qaydadadır bunun ideyası və məsələ orasındadır ki, gördüyünüz kimi bura if yazmışıq. If prosesi təkrarlama gücünə sahib deyil. O yüzden biz bu yazdığımız bu prosesi bir while içində ifadə eləyəriksə ki, əgər ədəd birdən böyük olduğu müddətcə bu prosesləri icra elə, onda biz həmin ədədin sadə vuruqlarını görmüş olarıq. Gəlin yoxlayaq bir dənə. While deməli bu qaydada yazdıq. Print i. Hətta bunun endini dəyişək ki, yanaşı göstərsin bizim üçün. Əks halda Keçib müəllim, endinə ulduz qoy, lap maraqlı olsun. onda axırıncıya da qoyur. Ona görə qoymadım. Gəl onda join, gəl onda belə Bir eləyək. siyahıya Aha, join gəl onda edəcək. elə eləyək, printləməyək. Sətir kimi yığaq ora, axırda ulduzla birləşdirərək biz bunu çap eləyək. Bir dənə yoxlayaq yoldaşlar. Deməli 20 yazdıq. 2 vur 2 vur 5. Nə yazaq başqa? 128 yazaq. 2 vur 2 vur 2 vur 2. Bu qaydada görə bilərik. İndi Bir dənə bir şey deyim, buyurun. vurğulamağını istəyərdim müəllim. Niyə 24-ə bölünsə də bu cəmdə hasildə görsənmədiyini vurğula. Çünki burada izah elədim ki, bu ədəd 22-yə bölünəndə biz bu 2-ni çap elirik. Sonra bu 2-ni bunun içindən çıxardırıq, qalır 10. Yenidən 10-u 2-yə böləndə, yenə 2-yə bölünür deyə daha doğrusu 2-ni çap eləyirik, sonra eləyirik 5. Artıq 5 2-yə bölünmədiyinə görə gəlir bura eləyir 3, 5 3-ə bölünmür, 4 4-ə bölünmür, 5 5-ə bölünəndə 5-i göstərir, bunu eləyir 1 və orada dayanmış olur. Bu kod klaviaturadan daxil natradın sadə vuruqlarını çap edən proqramdır. İndi bu sualı Onu biraz saxla müəllim. necə? Biraz şrifti kiçilt. Gəl bunu Word-ə ataq onda. Oradan uşaqlar rahat faydalansın. İndi Paket çata at müəllim. necə? Kopyala at çata. Çata. Gör ata bilirsən. Yəni atmırıq, canını da alarıq. Bir dəqiqə. Çox böyük eləyir müəllim. Nəysə, ehtiyac yoxdur. Burada var, indi buradan baxıb götürək. İndi bu suala kiçik dəyişiklik eləyəcəyik. Nə mənada kiçik dəyişiklik eləyəcəyik? Burada sualın şərtində qeydiyyat sadədir. Sadə vuruqlarını yox, müxtəlif sadə vuruqlarını çap edən proqram. Deməli, burada əsas məsələ nədir? Qaydaq yenidən bura. Deməli, burada əslində kod demək olar ki, bir-birlərinə bənzəyəcək burada. Fərq nədə olacaq? Deməli, burada bizim kodda, mən buradan indi append elə, burada print. Bu printi buradan yığışdıracaq. Niyə? Çünki 20 ədədi 2-yə bölünürsə, biz onu dərhal ora atmalı deyilik. Biz əmin olmalıyıq ki, bu onun içində var olan ən axırıncı 2 idi. Yəni, biz 20-nin içində neçə dənə 2-nin olduğunu öncədən bilmədiyimizə görə, biz bunu buradan yığışdırırıq və bu əməliyyatı icra eləyirik. Aha, 20-ni böldü 2-yə oldu 10. İndi nə dəyişəcək? Bir dənə bu else aşağı sürüşdürüm. Deməli, burada biz növbəti bu 20-nin içindən 2-ni çıxardandan sonra sual veririk ki, bu əgər 2-yə bölünmürsə, onda onu çap elə. Ona görə ki, əgər 20-dirsə, tutalım, 22-yə bölünürmü? Bəli, elədik 10.
12-yə bölünmür, deməli 12-yə bölündə qalığı 0-dan fərqli edirmi? Xeyr. Bu 10 göstərir ki, 20-nin içində hələ daha doğrusu 10-un içində hələ də 2 var. İndi növbəti dəfə 10 olanda 12-yə bölünür. Bəli, biz onu 5 eləyəcəyik. 5-2-yə bölündə qalıq 0-dan fərqli eləyir deyə o zaman biz o 2-ni ora ataraq daha sonra else keçib oradan 1 vayd artıracaq. Başqa sözlə artıq burada siyahıya yığmağıma ehtiyac yoxdur. Sadəcə print qoyacağam burada. Bunu buradan yığışdırdıq. Bir dənə burada sual verəcək ki, bu buna bölünmürsə o halda çap et. O halda çap et. Deyə bilərik. O halda çap et. Bir dənə yoxlayaq. Deməli, nə yoxlayaq? 36 yazaq. 36 üçün 2 və 3 yazır. Daha sonra 900. 900. 2, 3, 5. Bir dənə də 128 yazaq. Sadəcə 2. Sadəcə 2. Belə. Bunu da ümumi bir dənə belə saxlayaq. Daha doğrusu bura ataq. Kiməsə ehtiyac varsa oradan yararlana bilərlər daha doğrusu. Burada Anar müəllim, keçək sənə indi. Burada bir dənə sual var. Əslində sən də dedin, list split söhbəti var. List split söhbəti. Bir dəqiqə stop eləyim. Buyurun müəllim. Deməli, bir dəqiqə yenidən share'dən, okay, share screen share. Deməli belə yoldaşlar. Bu biz artıq öz abituriyentlərimizlə bir 3 aya yaxındır ki, hər dərs bunu vurğuluruq. Səbəb nədən ibarətdir? Bu sual yaxşı yerində olan sualdır. Çünki qəbulda yenə də 90% ehtimalla bu biliyə ehtiyac olacaq. Bundan ötürü biz nə edirik? Baxaq. Yenə bir mən də yoldaşlar kimi bir Word sənədi açaram. Onun üzərindən bir şey deyəcəm. Tutaq ki, mən buraya yazıram ki, salam, Anar, necəsən? Əgər ki, biz bir sətirdə dəyişiklik etmək istəyiriksə, ilk öncə buradan başlayaq. Tutaq ki, bizə bir sətir var. Hər hansısa bir dəyişiklik etmək istəyirik. Qeyd edim ki, sətrin elementi, itemi bir dəyişikliyə uğraya bilmir. Yəni necə? STR object does not support item assignment. Yəni əgər mən burada print versəm, hal-hazırda error görəcək. Fikri olaraq düzdür, amma belə deyək, kompüterin yaddaşında value-nun saxlanmağına görə səhvdir. Söhbət Python dilindən gedir. Elə dil ola bilər ki, orada sətirlər char array idi, yəni simvol massividir. Orada bunun sıxıntı olmaz, amma burada sıxıntıdır. Misal üçün, hələlik errordur, çünki kodda problem yoxdur sintaktik cəhətdən. Mən yazıram, tutaq ki, bura balaca anar balaca hərflərlə anar ifadəsi yazıram. İstəyirdim ki, tutaq ki, ilk simvol böyük simvola geçsin. Bu zaman gördüyümüz kimi bu errordan rastlaşırıq. Bu önəmli bir şeydir. Bu birinci diqqət edəcəyiniz məqam. Deməli, mən sətri çevirə bilmədiyimdən bu sətri elementləri dəyişdirilə bilən bir şeyə çevirməyimə ehtiyac var. Bu nədir? Elementləri dəyişdirilə biləcək bir şey. Bu arada salam Səxavət müəllim də artıq qoşuldu. Elementləri dəyişdirilə biləcək bir şey abituriyent proqramına uyğun olaraq deyə bilərik. Nə? Siyahı. İndi biz bu sətirdən bir siyahı almalıyıq. Məqsədə görə listə istifadə edə bilərik. Splitdə. İndi məqsəd nədir? Məqsəd əgər biz simvol dəyişdirmə işi görəcəksə, bu zaman list konstruktorundan istifadə edəcək və yaxud funksiyasından fərqi yoxdur. Yəni, deyəcəm ki, list yəni, misal üçün, deyək ki, bir nümunənin üzərindən rəqəm simvollarını onların kvadratları ilə əvəz edən deyək, real qəbulda düşə biləcək bir anlayış. Bu zaman üzrü say, o inputun yuxarısından kommentlə şərti yaz da, elə qoşulanlar, sonradan qoşulanlara da aydın olacaq. Girişə verilmiş sətirdə, girişə verilmiş sətirdəki rəqəm simvolları
simvollarını, rəqəmləri, simvollar demək də, rəqəmləri öz rəqəmləri kvadratlar, necə rəqəmləri onların onların Kvadratları ilə əvəz edən. kvadratları ilə əvəz edib alınan Sətri yeni sətri çıxışa verən. Çıxışa verən. Deməli yoldaşlar, burada iki üslub var. Yəni üzərində, cari üzərində dəyişiklik. Bu indi göstərdiyimiz üslub. Bir də yeni sətrə yığmaq. Qeyd edim ki, bir də məsləhət görürəm. Proqramlaşdırmanın genel məntiqi var ki, dəyişəndəki dəyəri itirməmək. Ona görə bunu yaxşı olar ki, başqa dəyişəndə saxlayın. Həm də xüsusi suallar olur ki, o suallarda əgər mən bura tıxtı yazsam, dəqiqdir ki, sualın axırında 2 bal itirəcəm. Buna görə. İndi nəysə, siyahının elementini dəyişdirmək üçün isə onun elementinə onun indeksi ilə müraciət etmək məqsədə uyğundur. Buna görə for range sıfırdan lineal sıfırı yazmaya da bilərdik. Zaten range'in default bunun miqlər qoşulubsa baxmağa onlar üçün deyirik. Deməli, belə də yaza bilərdik. Nə deyirik? Deyirik ki, əgər eli rəqəm simvoludursa, diqqətli olaq. Eli rəqəm simvoludursa, necə deyəcək? Sıfır simvolundan böyük bərabər şərtini bu əlifba sırasındakı mövqeyinə görə ifadə edir və 9 simvolundan kiçik bərabər şərtini ödürsə, eli dəyişəcək. Baxaq diqqətli. Gəldik bayaqdan dediyimiz tip məsələsinə. El sətirdən alınmış siyahı idi. Deməli, elinin içindəki elementlər sətir tipindədir. Yəni, eli bir sətirdir. Ona görə 0 ədədi ilə yox, 0 simvolu ilə, 9 ədədi ilə yox, 9 simvolu ilə ifadə müqayisə elədik. İndi, əgər ki, mən bunun kvadratı ilə əvəz edəcəmsə, belə yazdığım halda burada yenə errorla rastlaşacağım. Çünki eli sətirdir, sətir tipləri hesablama əməliyyatına girmir. Hesablama əməliyyatına girməyindən ötürü bunu ilk tipinə çevirmiş olacağım. Çevirəndən sonra hələlik hər şey okeydir. Biz əgər ki onları doğramışdıqsa, axırda nümunədə göstərəcəm nələrdir. Yenidən bitişdirməliydik. Gəlin yeni bir sətirdə bitişdirək onu. Bitişdirmək üçün join istifadə edəcəkdik. Doğrayan zaman simvol doğramışdıq deyə ortada boşluğa ehtiyac yox idi. Bitişdirmə əməliyyatı join funksiyası vasitəsilə edə bilərik və el siyahısının elementlərini. Hal-hazırda burada indi bir dənə errorla rastlaşacaq və burada. Bayaqları yoldaşlardan biri kommentdə bildirmişdi. Bununla bağlı sual var idi, elə ona da toxunuruq. Baxın, mən sevincək olam, düşünürəm ki, hər şey əladır, superdir, amma icra edirəm. Tutaq ki, nə deyək, Yağcar müəllimin nümunəsi salam 1, 2, 3, necəsən? 4, 5, 6, 7, enter. Gördüyünüz kimi, baxın, demişdim də əvvəlcədən ki, burada errorla rastlaşacaq. Error burada görsənməyi o deməkdir ki, bunu səhv yazmışıq. O deməkdir ki, ya bunu, ya da buna kimi olan proseslərdən hansındasa xəta yol vermişik. Bu xəta nədir? Deyir ki, deməli, bitişdirmək üçün qısası, onlar sətir tipində olmalıdır, join içində gedəcək bir şeyin elementləri. Və burada ellikləri bəzilərini biz ədəd tipində saxlamışıq. Ona görə onları sətir tipinə çeviririk. Eyni yazını götürəcəm, Ctrl-C, Ctrl-V. Dəyişdik. Gördüyünüz kimi salam 1, 4, 9 oldu bu. 4-ün yerinə 16. Sualın şərti necə idi? Belə, girişə verilmiş sətirdəki rəqəmləri onların kvadratları ilə əvəz edib saxlayan. Və mən sizə bir şey göstərəcəm. Burada print L icazənizlə dövrdən çıxandan sonra da print L aralıq dəyərlərini görək deyə nə baş verir? Görək deyə. Deməli, list etdik ki, biz bunu dən simvollara ayıraq. Baxın, cümləmə diqqətləyin. Əgər simvol dəyişikliyi edəcəmsə, yalnız simvol dəyişikliyi. Yəni, daha doğrusu simvol dəyişikliyi demək. Simvolda dəyişikliyi edəcəmsə, simvolun əvəz edilməsi olacaqsa, bir qayda olaraq, indi çox cüzi istisnalar var, onlara getmirik, ehtiyacı yoxdur. İnanmıram sizə o dərəcədə dərinlikdə kimsə soruşar. Gördüyünüz kimi siyahıya
şəklində saxladıq. Yəni artıq salam ifadəsi S, A, L, A, M azad elementlərindən ibarətdir. Niyə azad dedik? Çünki onlar dəyişdirilə biləndir. Bu belə, bu bir. Əgər sualı dəyişirəm, deyir ki, girişə verilmiş sətirdəki ə, belə deyək, girişə nə verilsin müəllim? Aralarında bir boşluq simvolu olan sözlərdən ibarət sətir verilmişdir. Girişə Bəli. Bunu bir ara, dənə qoyun, screenshot ara. getsin. Sonra sualı dəyişdirək. Okey. Bir 5 saniyə gözləyin. İndi Bu print elləri silim də onda. aha. Aha. Girişə aralarında boşluq. İndi adətən bir boşluq sözü olur. Buna belə zaten bir fərq yaratmır biz üçün. Bir boşluq simvolu olan ifadələrdən niyə söz yazmadım? Çünki rəqəm simvolu olacaq buna görə. Olan ifadələrdən ibarət sətir verilmişdir. Verilmişdir. Deyir ki, deməli belə. İçərisində rəqəm simvolu içərisində rəqəm simvolu olan ifadələri onların uzunluqları ilə əvəz edib alınan yeni sətri. İndi isə diqqətliyin baxın. İndi bizdən demir ki, sən get 1-i əvəzlə, 2-ni əvəzlə, 3-ə. Deyir, salam 1, 2, 3-ü əvəzlə. Deməli, mən buradan S, A, L, A, M, 1, 2, 3 bu kimi bir şeylər əldə etməliyəm. Nələr əldə etməliyəm? Nələr əldə etməliyəm? Uyğun pusoklar, yəni kəsiklər, dilimlər. Bunun içində splitə ehtiyac var. Split eyni növ dilimlərə bölən bir şeydir, split. Yəni bura heç vaxt özü yorub boşluq simvolu atmayın. Default zaten bütün white space'lərə görədir. Diqqətliyə bir dənə. Baxın, deyir ki, split'in içindəki sep anlayışı separate used to split the string when set the noun the default value will split on any white space xarakter. Yəni tutaq ki, deyirəm, enter, slash r bu geriyə siləndir, tab, f və s. Yəni ixtiyari white space. Ona görə yormağa ehtiyac yoxdur. Qısası split'i açan istifadə edirik. Simvollara ayranda yox. Sözlərə və yaxud ifadələrə və yaxud eyni növ ədədlərə ayranda. Və artıq deməyəcəm ki, belə bir şey var. Necəsə deməliyəm ki, indi elin uyğun elementində elidə rəqəm var yoxsa yox. Bunun üçün ən rahat yol, okey, özümdən bir funksiya yaratmaqdır. Deyəcəm ki, rəqəm varmı? Çünki bir simvollara baxaraq deyə bilmirəm ki, rəqəm var yoxsa yox. Buna da bir dənə gəlsin nə? F adlı bir şey gəlsin. İndi nə deyəcəm? Deyəcəm ki, F-in simvollarına bir bax. İşte şikayət bu F-in, gəl F demək də buna nə deyək? İfadə, article deyək, ifadə. İfadənin hər bir simvoluna baxacağım. Əgər baxdığım simvollardan hər hansısa biri rəqəm olma şərtin ödəsə, yəni bircə dəfədə olsun bu şərt ödənsə, o zaman mən artıq deyə bilərəm ki, Etibar müəllim bir yazdı, mən də bir yazıram. Bu əslində bu trueluqlandır. Nəsə bir yazar. Və yenə də bax ki, biri vurdururuq. Bu şərt bir dəfə ödəməsə yox. Heç vaxt ödəməsə return 0. Yəni bir qaytarma verək, o ifadənin içində rəqəmlə rastlaşılmağı deməkdir. Bir qaytarmamağı isə o ifadənin içində rəqəmlə rastlaşılmamağı deməkdir. İndi mən nə edəcəm? Diqqətləyək. Buralığı sildim. Joinlə işim yoxdur. Deyirəm ki, əgər rəqəm varmını çağırıb, içinə eliyini göndərsəm, geriyə bir qaytarsa, indi bura true yazsaydıq, heç bura nəsə yazmağa da ehtiyac yoxdur. Belə də düz, belə də işləyir. Biri onsa true kimi görür. Hə, götürür. Prosta oralığa girmək istəmirəm. Ehtiyac yoxdur. Yəni qəbula 2 gün qalıb. Cari elementi dəyişdirəcəm. Unutmayın.
Siyahıda element dəyişdirmək üçün indeksi ilə müraciət etmək lazımdır. Yəni bir dənə kənara çıxım qaydıram. For x in L deyərək sən burada x L'in elementi olur. X L'in elementini oxuyan dəyişən olur. Unutmayın. L'yə nə mənimsədəcəkdim müəllim? Uzunluğunu. Nəyin uzunluğu? Həmin L'nin. Yenə də bayaqki kimi burada xəta ilə rastlaşacağıq əgər icra eləsək. Niyə? Gəlin görək. Gəlin görək. Gördüyümüz kimi, bax yenə səbəb nədir? Yenə də eyni şeydir. Çünki bu len uzunluqdur, uzunluq ədəd tipində olan bir şeydir. Sonra join len-də bitişdirmək istəyirsən, ədəd tipi bitişdirilən şey deyil də str. Okay. Və mən icra edirəm. Yazıram yenə salam 1 2 anar nə belə sən yadigar bağça. Nə bilim belə bir şey. Okay. Gördüyümüz kimi, bir dənə burada boşluğu qoymaq yadımızdan çıxdı. Çünki bayaqları bitişdirən də bunları heç sənsiz bitişdirdik. Splitləyəndə boşluğa görə splitləmişdik deyə yenidən eyni formatda sətrə qayıtmaqdan ötürü boşluğa görə nə etməliyik müəllim? Təzədən bitişdirməliyik. Gördüyümüz kimi salam 1-2-nin yerinə 7, anarın yerində anar. Necə sən burada gördüyümüz kimi 9 simvoludur. Belə. Yenə də deyirəm, baxın bunu niyə istəyirlədiyimizi mənimsəyin. Niyə join və splitə ehtiyacımız olduğunu mənimsəyin. Bir şeyin içində rəqəm olub olmadığı funksiyasını mənimsəyin. Dəqiqdir ki, bax 35 sətirdən 48-ə kimi yazdığım yerdə. Yəni bu 14 sətirdəki ən azı 2 bilik qəbulda %100 sizə lazım olacaq. Buyurun müəllim. Mən nəfəsim Deyirəm, təngiləşdirib. bayaq Fibonacci istəyən olmuşdu. Məncə girmə Sadiq Girmə. Fərzəliyev idi müəllim istəyən. Girmə Fibonacciyə ehtiyac yoxdur. Bu Burada yenə var. qəbul. Nədir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə əslində sadədir. Hə. Sadədir. Mən stop Yəni, share bunlar- deyirəm. Aha. Sən aç zəhmət Bir dənə olmasın. qarşılıqlı sadə. Fibonacciyə nəyə girmədik? Sadiq deyim. Sadiq Fərzəliyev bu arada mənim abituriyentimdir. Yetəri qədər bu bir ay ərzində görüb yazıda ehtiyac yoxdur. Çünki bu video izahları, yəni canlı yayım izahları 3 gün sonraki qəbul imtahanına köklənmək üçündür. Fibonacci yoldaşların fikrini qarışdırar. Yaxşımı? Belə. Mən stop eləyirəm mənim. Sən artıq aç. Bir dənə qarşılıqlı sadədən danışaq. Deməli. Əla. Əslində qarşılıqlı sadə asandır. Niyə asandır? Çünki riyazi bir qaydamız var. Əbobları 2 ədədin əbobu 1-dirsə, bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Əbobu da necə tapa bilərik? Evklid alqoritmi bilirik. Məsələn, tutaq ki, 2 dənə ədədimiz olsun. Daxil olunacaq ədəd olsun A və B. Baxın, Evklid alqoritmi belədir ki, ədədlər bir-birindən fərqli olduğu müddətcə böyükdən kiçiyi çıxar. Yəni, while nə qədər ki, A fərqlidir B-dən, if A böyükdürsə, əgər A böyükdürsə B-dən A-dan B-ni çıx, əks halda B-dən A çıx. Evklid alqoritmimiz belədir. Böyle yazaq. Əbobu müəyyən edəndən sonra indi qarşılıqlı sadə olub olmadığını soruşursa, bir dənə şərt verərək soruşa bilərəm. Fikir verin, dövr bitəndə, while bitəndə, yəni while-dan çıxanda artıq məndə A və B bir-birinə bərabər olub. Hər ikisinin, hər iki dəyişəndə əbob saxlanılır. Yəni ya A ya B, belə bir şərt yoxlayacağam. A bərabərdirmi B-yə? Bərabərdirlərsə qarşılıqlı sadədir. Yes çıxışa verirəm. B hissəsində no deyə bilərəm. Baxın, Evklid alqoritmi ilə biz əkobu da müəyyən edə bilərik. Necə müəyyən edə bilərik? Hasili saxlayıb özümüzdə hasili əboba bölərək əkobu əldə edə bilərik. Burada bir dənə diqqət yetirməliyik nəyə? Çox şah gəlir belə yazır. Hasili AB mən A vurulsun B-ni mənimsədir və əkobu tapmaq istəyəndə deyir hasil bölünsün. Nəsə burada əboba da tutaq ki, nə bilim belə bir şey mənimsədir. Deyir ki, çıxanda bərabər oldular əbobadır. Hasili bölür A-ya, yəni əboba.
Bu yanlışdır. Niyə yanlışdır? Çünki dövr bitəndən sonra bu A və B dəyişənlərin qiymətləri artıq məndə qalmadı. Yəni yoxa çıxdı. Bunların qiymətləri dəyişdi axı. Mən A-dan B-ni, B-dən A-nı çıxdım. Bu hasili qiymətləri dəyişmədən əvvəl götürməliyəm. Yəni valyumdan üstə götürməliyəm. Bu da bir çox uşağın səhv elədiyi yer buradır. O götürəndən sonra hə bu formada hasil bölünsün, hə bu formasında mən əkovu da müəyyən edə bilərəm. Bir dənə icazə verərsən müəllim. Bəli. Mən də bu əbobla bağlı əslində bu A-çıx B, Oka B-çıx verirsən bizim müəllim. Oka verəsən. yo, ümumiyyətlə deyirəm, bu əslində A bir bərabərdir 1-i, orada bayaq soruşmuşdular, qarşılıqlı sadə olması üçün əbobları 1-ə bərabər olmalıdır. Ona görə yazdım. hə. Burada bizdən salam verməklərimizi istəyirlər. Buradan bizi istəyən bütün yoldaşlara salamlar. Tomiyə salamlar. Məhəllə Olmuş uşaqlarına da salamlar. Harda görmürəm yox müəllim. Mən şəxsidə gəlir ki, bizə salamlar göndərin. Dinə gəl orada bitir də. Ya ordadılar. Deməli, Aha. əslində Evklid alqoritminin məntiqən yanaşması düzdür, böyükdən kiçik çıxmaqda, amma prosesin daha sürətlənmiş versiyası necədir? Əslində proses belədir də. A-ya B-ni veririk. Əslində o çıxmaqda məqsədimiz odur. A-ya B-ni veririk, B-yə də A-nın B-yə bölünməsindən alınan qalığı veririk. Bəli. Fikrimi izah eləyə bildim? Rekursiv yazmaq Yo, istəyirəm. bax. Deyirəm ki, bu B-də qalığı saxlayacağam. Qalığı 0. Bax, elə bir ki, A-ya B-ni verirəm. Dəsən indi orada 3-cü dəyişəni götürməyim deyə belə yazım, sonra düzəldərik onu. A-ya B-ni verirəm. Daha sonra A ilə B-ni bu şəkildə dəyişdirirəm. A-ya B-ni verirəm. B-yə də A-nın B-yə bölünməsindən alınan qalığı verirəm. Əslində bu bir dəqiqə. Bu proses bizim bayaq yazdığımız prosesin eynisidir. Sadəcə Evet. onsa faiz çıxma ifadə eləyir də, yəni özündə. Bilmirəm, fikrimi Davamlı izah. olmağı edir də. Hə. Bilmirəm, fikrimi izah eləyə bildim yoxsa yox. Məsələn, Onda bir deyəm müəllim, mən biraz görən belə yasamalar salam düzməliyim. Salamlar göndə olsun. yasamalar, Şirvan yeni elinə salam yasamalar olsun. yoxsa Azqallar da salamlar yollayaq. Azqallar da salamlar, bəli. Deməli, bir dənə qoy forla da istəyirlər, onunla da yazım. yaxşı. Yaxşı. Forla yəni Elə bölənlərinə deyə, yəni baxmaq. o belə deyək də Evklidsiz də. Mənim bu Sadiq Fərzəliyev səncə gələn il 100 yazar yoxsa yox səncə? Məncə yazar yox, dayanmır. Hər gün işləyir. Deyilən şeylər işləyir. deyilən kimi eləsə yaza bilər. Hər Hər şey gün deyilən vaxtı şeyləri tutmamaq. deyilən kimi eləyir. Hə, okey. Halaldır ona. Deməli, əbob üçün belə bir məntiq irəli yürüdək birinci. Əslində bu sual bizdə qapalı formatda da düşə bilər də. Hətta bizim test bankda səfərsə mənim sən yazmışdın Bəli, bunu. bəli. Nəsə belə bir Əbob AB, ümumiyyətlə Əbob AB, əgər biz bunun forla yazacaqsa, yəni biz baxmalıyıq ki, əbob ümumiyyətlə hansı parçada yerləşə bilir. Əbob minimum 1 ola bilir, təbii ki. Əbob ən çoxu neçə ola bilər? Ən Minimum çoxu AB. bu ədədlərin kiçiyi nədirsə o. Yəni 16 ilə 24-ün əbobu 1 və 16 parçasının içində yerləşir. 1 və 16 parçasının içində yerləşir. Ona görə də biz nə edəcəyik? 1-dən etibarən kiçik ədədə qədər bir-bir gedirik. Əvvəlcə gəlin yazaq. Deməli, əvvəlcə buradan kiçiyi tapaq. If AB-dən böyüksə M-ə mənimsədək. Bu şəkildə və yaxud da belə yaza bilərdik. Mən sadəcə onu yazım ya da bu şəkildə. Nəsə də ehtiyac yoxdur. Gəl belə dədə-baba üslubdan gedək. Öncə kiçiyini tapırıq. Daha sonra bir dənə for yazırıq. For in range 1-dən həmin kiçik ədədə qədər. Və nə yazıram? Deyirəm ki, əgər mənim ədədim, yəni birinci ədədim i-yə bölünürsə qalıqsız və eyni zamanda
digər ədədim də i-yə eyni zamanda qalıqsız bölünürsə, həmin ədədləri gəl ümumiyyətlə bir dənə çap eləyək. Baxaq. Run eləyək. 16:48 olsun. 16:48 yazdıqda ekranda gördüyümüz bu ədədlər 1, 2, 4, 8, 16 ortaq bölənlərdir. Bizə də onun ən böyüyü lazımdır. Yəni 16. Bunu indi burada iki cür yanaşa bilərik. Ya deyilə əbob dəyişəni yaradaq. Ya biz bunu hər dəfə buna mənimsədərik. Beləliklə ən sonuncu qiyməti zaten bizim istədiyimiz olar. Məsələn 16, 24 yazdıq, 8 göstərdi. Ya bu şəkildə eləyərik. Ya da neyləyə bilərik müəllim ya da tərsinə gələrik bu tərəfdən. Rastımıza çıxan ilk bu tərəfdən gələndə tam 1, 2, 4, 8-dirsə, bu tərəfdən gələndə ilk gördüyümüz bizim əbob olacaq. Görən kimi dəyəri götürüb break eləyə bilərik. Yəni onu nətər eləyəcəyik? Deməli M-dən başlayacaq. Sıfıra qədər. Amma sıfır almırdı. Onsa birdə dayanacaq. Mənfi bir addımla. Arxadan gəlib bölünürsə əbobu götür və break et. Break. Aha. Bu şəkildə eləyə bilərik. Çalışdıraq. 16, 24. Yenə də eyni cavabı almış oluruq. Bir də bunu vurğulayım. Bunda da fayda var. Deməli, bir dəqiqə. Əgər Bura kartın atım. birində kiçicik bir şey göstərmək. Bura atım. Qoy ehtiyac varsa kimsə Bir götürə dənə bilsin. müəllim, bu saat bayaq yazdığım sadə olub olmadığını müəyyən etmək, SS almaq istəyirlər. Bir dənə atın SS almaq. Yaxşı. Bizə dəqiqə mən bir dənə bunu da deyim. Bəli, əkobda da ki, max-dan hasilinə qədər olacaq. Bir də ki, bu hazır formatda hazır olan biz burada ya import mass yazacaq ya da from mass import gcd bir də lcm. Yeri gəlmişə müəllim bu yazılış məktəb kitabında var. Var. Print gcd deyəriksə Great Common Divisor, yəni ən böyük ortaq bölən. AB desək bu bizə əbobu verəcək. Print lcm AB-də desək bu bizə əkobu verəcək. Bu cür yazılışla mass modulun içindən konkret funksiyaları çağıra bilərik və bu funksiyaları çağıranda artıq mass nöqtə yazmağımıza ehtiyac yoxdur. Yox, əgər bu şəkildə yazsaq import mass, onda buradan məcburən qarşısında mass nöqtə yazmış olacaq. Bu screen alsınlar. Aha. Esəvər müəllim dediyini də alsınlar. Word atdım, bir dənə ekran açılmasınlar. Aha. Yəni stop share eləyim. Deməli, sonra atdım. Buyurun, bu elləri bir dənə əslində böyük ellə əvəzləyim, daha yaxşı oxunsun. Onu ömür boyu deyirəm ellə əvəzləyin. Ama Birə sual oxşayır, vereyim. birə oxşayır. Problem bir rəqəminə oxşayır. Adam çaşır. Buyur, kim idi? Sar TikTok. SS aldığını ümid edirəm. Məncə alarsan da. İndi mənə icazə verin. Bir şey yoxlamaq istəyirəm. İndi ağlıma gəldi. Heç vaxt eləməmişik. Amma məncə doğru olacaq. Ona görə görəm sual yoxdur. Buyur. Sonra Səxavət müəllimə də söz verək. Sağat müəllim kamerasını açsaydı uşaqlar bizi çəkib yenə bir dənə video hazırlayardı. Uşaqlar hazırlamışdı o videonu. Sən də atsan bir dənə düşərdik 4-dür. Deməli, mən də açsam da Açın görək kimin yaxşı əl qabiliyyəti var. Ona görə deyirəm, ha. Mən biraz baxım. Tamamdır, saçımızı. Bəli, Deməli, aslan. bir dənə əbob adlı funksiya yaradacağam. Əbob adlı. Yenə hoqqa verirsən. Bəli. Yenə hoqqa verirsən. Yəni deyirəm ki, if B bərabərdirsə sıfıra Aha. lütfən A desən müəllim. Hadi bayaqçı da, bəli. B 0-dırsa return out, bəli. Aha. Aha. Qoşa nöqtə yaddan çıxdı. A faiz B. Aha. A faiz B. Yo, A faiz B yox.
Yox da gözlə. Əbobu çağırıram. Ədə əbob A faiz B, vergül vergül B. Burada qoşa nöqtə unutmuşam. yox, B A faiz B olacaq. Gözlə bir dənə. A-ya B-ni Yer, verməlisən. aha. Hə, Düzdür. Okey. bomba kimi. Pürüzsüz funksiya. Bir dənə yoxla Bu- hər ehtimala. Bu sualı bir yerdə saxlayaq. Lazım olacaq. Bu deyəsən reydə olmalı idi, bilmirəm buna oxşar. Yəni Yox, əbobdur. Brüssel Alt demək, proqramın adı qaldı. Boy. Hətta əreydə faizdən istifadə edən blok sxemdə də çox var, səhv eləmirəmsə, bu. Var. Ha. Deməli, nə edəcəkdim? 16 ilə 24. Düşünürəm ki, bu doğru olar. Həmişə Bəli. doğru olur da müəllim. Bəli. 24-dən 16-da yazsaq, Sıxıntı yoxdur. prosta özümlə o qədər. Hə, vəsə da düzdür. Qarşılıqlı sadələri də yoxlayaq bir dənə. Misal üçün ataq bura 15. Ardıcıl ədəd yaz da 15 16. Vəsə. Yəni əbobu tapmaq üçün rekursiv funksiya. Əbobu tapmaq üçün 1000 dənə haqqı elədik də. Hə, yəni elədik də. Yəni ürəyiniz nəyi tapmaq üçündürsə, bir şey fikirləşə bilərik. Yəni indi gecdə düzdür, ola bilər hamımızı yorğun GSO-da və LCM-i yenidən göstərmək. göstərək. Deməli, məz modulu var, yoldaşlar. Heç import məz. Məz modulunda bir çox riyazi funksiyalar və ehtiyac olan prosedurlar var. Yəni yazsaq, məz nöqtə vursaq görərik. Baxın, özünüz belə görə bilərsiniz. Bunlardan biri də Great Common Division. Əgər ki, deməli, Ən böyük ortaq bölən. greatest common division. Əgər ki, Division'dır, səhvlənməmsə belə. divisor'dır. Ya. Divisor olar. Divisor. Divisor necə yazılır müəllim? Divisor. Divisor. Aha. Aa, Divisor. deməli. Bəli. Aha. Lırcamını da yaz. Maz LCD isə mənim sədəcəm axırda o heç. Maz LCM isə List Gəlsə- common multiple. List. ərindim onu şey eləməm, ona görə buradan götürüm. Ha, yaxşı elədin. Bunun orada var. Bu arada GSD-yə da baxaq görək. Greatest Common Divisor. Okay. Yəni bu da 16 ilə 24 versək və bunları əboba mənim seçsək məz itdi. Bunları isə əkoba mənim seçsək düşünürəm, yəni okeydir. Yəni print əbob vergül əkob okey. Yox, kompleks ədəd